Videonu izləyən hər kəsə salam. Deməli, bəzən ikinci şəxsin cəmində feilin arzu və lazım şəkilləri neçənci şəxsdə ikinci şəxsin cəmində bir-birinə qarışdırılır. Səbəb isə budur ki, hər ikisinə baxanda orada ası hissəsinin görsənməsidir. Sanki hər ikisində ası var. Bəs bunları necə fərqləndirək? Ümumiyyətlə yadımızda saxlayırıq ki, feilin şəkillərini doğru tapmaqdan ötəri feili doğru şəkildə tərkibə görə təhlil edib həmin şəklin şəkilçisini orada almaq lazımdır. İndi gəlin bunun üstündə işləyək. Arzu şəklinin şəkilçisi A-dır, lazım şəklinin şəkilçisi isə A-sıdır. Gəlin nümunələr üzərində baxaq. Sözün kökü gəlmək feilidir. Baxın, burada əgər mən şəkilçini əsi götürsəm, əlimdə niz qalar. Yadımızda saxlayırıq ki, ikinci şəxsin cəmində həm arzuda, həm də lazımda bərabərdir şəxs sonluğu ikinci şəxsin cəmində olacaqdır sınız üstü 4 şəxs sonluğu. Əgər mən buranı əsi götürsəm, əlimdə niz qalacaq. Belə bir şəxs sonluğu olmadığına görə, deməli ki, mən burada nə etmişəm? Yanlış eləmişəm. Qayıdıb yanlışımı düzəldə bilərəm. Sözün kökünü götürəcəm. Gəl, şəkilçi siniz şəxs sonluğu. Deməli, feilim oldu arzu şəklində. Sözün kökü yaz, arzu, sınız şəxs sonluğu. Deməli, feilim oldu arzu şəklində. Sözün kökü, baxaq ikinci nümunəyə. Sözün kökü gəl, şəkilçini götürdüm əsi, baxın. Şəkilçini əsi formasında götürsəm də, yenə də mənə sınız şəxs sonluğu burada qalmış olur. Deməli ki, burada əsi götürməyim doğrudur. Yəni, lazım şəklindədir. Sözün kökü yaz, asını götürdüm. Yenə də sınız şəxs sonluğu qalmış oldu deyənə. Bu da oldu lazım şəklində olan feilimiz.